Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Azərbaycanı Çempionlar Liqasında qitənin ən mötəbər turnirində ilk dəfə fərqli bir klub təmsil edəcək. Daha doğrusu ilk dəfə Sabah komandası təmsil edəcək. Bəli, yarandığı gündən bu günə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb Sabah komandası. Qarabağ komandası ötən mövsüm ikinci mərhələdən Çempionlar Liqasına start vermişdi, amma Sabah komandası birinci mərhələdən start verəcək. Səbəb nədir? Bir qədər sonra bu barədə məlumat verəcəm. Həmçinin oyun tarixləri, püşkatma tarixləri və Sabah komandasının potensial rəqibləri haqqında, ümumiyyətlə Çempionlar Liqasının bəzi yeni qaydaları haqqında da sizləri məlumatlandıracağam. Sona qədər izləməyi tövsiyə edirəm. İzləyin və fikirlərinizi şərhlər bölümündə yazın. Uzun illərdir ki, Qarabağ komandası Avrokuboklarda uğurlu nəticələr göstərir. Sizcə Sabah komandası da bu uğurun davamını gətirə biləcəkmi? Fikirləriniz bizlər üçün çox önəmlidir. Siz fikirlərinizi yazın, kanala abunə deyilsinizsə bu arada abunə olun. Çünki növbəti verilişimiz Qarabağ komandası və Avrokuboklardakı digər təmsilçilərimizin rəqibləri haqqında olacaq. Həmçinin transfer və futbol gündəmindən də ən yeni xəbərləri sizin nəzərinizə çatdıracağıq. Biz sizə xidmət edirik, siz isə dəstəyinizi bizə videonu bəyənməklə və paylaşmaqla göstərə bilərsiniz. Mən isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, məlumatlara keçməzdən öncə sizlərdən hər birinizdən olduqca vacib xahişim var. Ümid edirəm ki, bizi belə çətin gündə tək qoymayacaqsınız, dualarınızı şərhlər bölümündə yazacaqsınız və dəstəyinizi göstərəcəksiniz. Dəyərli izləyicilər, bildiyiniz kimi Hülyar balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki, dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirəm. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Narahat etdiyim üçün öncədən üzr istəyirəm və ümid edirəm ki, bizim vəziyyətimizə anlayış göstərib dəstəyinizi əsirgəməyəcəksiniz. Dəstək olan, olmayan heç kimə Allah belə çətin gün qismət eləməsin. Hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Ümid edirəm ki, bir qardaş kimi, bacı kimi yanımızda olub dəstəyinizi əsirgəməyəcəksiniz. Anlayış göstərən hər kəsə öncədən təşəkkür edirəm və məlumatlara keçid alıram. Dəyərli izləyicilər, bir qədər öncə qeyd elədim, Çempionlar Liqasında Azərbaycanı ilk dəfə Sabah komandası təmsil edəcək. Gəlin, Sabah komandasının rəqibləri haqqında danışmazdan öncə bəzi vacib məlumatları sizin nəzərinizə çatdıraq. Belə ki, Çempionlar Liqasında Azərbaycan bir komanda ilə təmsil olunur. Niyə? Onu izah edeyim ilk öncə. Gördüyünüz kimi, dəyərli izləyicilər, burada müxtəlif assosiasiyaların reyting siyahısı təqdim olunur sizlərə. Azərbaycan burada gördüyünüz kimi 30-cu pillədə qərarlaşıb. Yəni 2026-2027 mövsümü üçün burada qərarlaşıb. Növbəti mövsümdə daha irəliyə gedəcək. Çünki həm milli səviyyəsində, həm Qarabağ klub səviyyəsində reyting xallarımız daha yüksəkdir və ümumi bu reytingə təsir edir. Ona görə də növbəti illərdə daha irəlidə olacaq. Amma bu il 30-cu pillədədir. Bir də burada qeyd edim ki, Rusiya komandaları Avrokuboklara buraxılmayacaq çox güman ki, yenə də və belə olsa Azərbaycan elə bir 29-cu pillədə olacaq. Amma 29 yoxsa 31 o qədər də fərq eləmir. Çünki ikinci şəkli gətirmək ekrana buradan qaydalara diqqət yetirək dəyərli dostlar. Burada gördüyünüz kimi birinci mərhələdən başlayan klubların hansı klublar birinci mərhələdən başlayır o göstərilir. Belə ki, burada qeyd olunub 24-56-cı reyting siyahısında 24-56-cı yeri tutan assosiasiyalardan bir komanda, yəni çempion olan komanda birinci mərhələdən başlayır. Deməli, burada da gördüyünüz kimi birinci mərhələdə dəyərli dostlar. Və qeyd etməliyəm ki, Azərbaycan da 30-cu biz dedik reyting burada görürsünüz. Azərbaycan deməli burada 30-cu sıradadır, pillədədir və ona görə də Azərbaycan da bir komanda ilə təmsil olunur. Hətta burada qarşısında da qeyd olunur burada gördüyünüz kimi bir komanda ilə Çempionlar Liqasında
Yəni çempion, Azərbaycan çempionu olan komanda. Deməli, Azərbaycan çempionunun rəqibi də, birinci mərhələdəki rəqibi də olacaq assosiasiyalarda 24, deməli 56-cı yer arasında yerləşən komandalar. Baxın, assosiasiyaların çempionları və ekranda hal-hazırda görürsünüz burada dəyərli dostlar. Bir-bir istəyirsiniz təqdim edeyim qısa olaraq sizə hansı ölkələrin belə deyək, klubları, bizim çempionları, bizim sabahın potensial rəqibləridir və dərhal sonra onsuz da potensial rəqibləri sizlərə təqdim edəcəm. Demək, Macaristandır, Bolqaristandır, İslandiyadır, Kosovadır, Maltadır, sonra Albaniyadır, Gürcüstandır, Cəbəli Tariqdir, Rumıniya çempionu, Azərbaycan çempionu, Serbiya və Bosniya çempionu, Finlandiya çempionu, İrlandiya çempionu, Montenegro çempionu, Makedoniya çempionu, San Marino çempionu, Slovakiya çempionu, İrlandiya, Cənubi İrlandiya çempionu, Ermənistan çempionu, Qazaxıstan çempionu, Litva çempionu, Lüksemburg çempionu, Belarus çempionu, Sloveniya çempionu, Moldova çempionu, Latviya çempionu, Faroe Adaları çempionu, Estoniya çempionu, Uels çempionu və Andorra çempionu. Gördüyünüz kimi, bax, bu ölkələrin çempionları birinci təsnifat mərhələsindən başlayacaq dəyərli dostlar. Hal-hazırda arxada bax görürsünüz, bütün bu çıxım ekranından tam görürsünüz. Bu ölkələrin çempionları dəyərli dostlar, Sabah komandasının potensial rəqibləridir. Təbii ki, burada klub reytingi çox önəm daşıyacaq. Niyə Sabah komandası birinci mərhələdən başlayır? Qarabağ məsələn ikinci mərhələdə başlamışdı. Əslində Qarabağ da birinci mərhələdən başlamalı idi, amma ikinci mərhələdə bir boşluq yarandığına görə bu biraz geniş izah tələb edir deyə çox da bu barədə danışmaq istəmirəm. Qarabağ komandası birinci mərhələdəki klublar arasında ən reytingli klublardan biri olduğuna görə ikinci mərhələdə yüksəlmiş oldu, o boşluğu doldurmuş oldu. Amma Sabah komandasının şəxsi reytingi, klub reytingi Qarabağ qədər yüksək deyildi. Ona görə də növbəti mərhələyə yüksəlmək, birbaşa ikinci mərhələdən başlamaq şansı yoxdur. Ona görə də birinci mərhələdən başlayacaq dəyərli dostlar. Bunu da sizin nəzərinizə çatdırım. Və dəyərli dostlar, indi mən Qarabağ komandasının Çempionlar Liqasında iştirak edəcək komandaların, daha doğrusu oyun tarixlərini sizlərə təqdim edeyim. Deməli, ekranda görürsünüz dəyərli dostlar. Beləliklə, burada mərhələlər göstərilib. Bu sırada ondan əvvəldə fazalar göstərilib. Yəni, seçmə mərhələ fazası, playoff fazası, liqa mərhələsi və knockout mərhələsi. Dedik, Sabah komandası birinci mərhələdən başlayacaq. Burada mərhələlər göstərilib. Birinci mərhələdən deməli buradan başlayacaq Sabah komandası. Püşkatması keçiriləcək 16 iyun 2026-cı ildə. İlk oyun keçiriləcək 7-8 iyun tarixində və cavab qarşılaşmaları 14-15 iyul tarixində. Daha doğrusu 7-8 iyul və 14-15 iyul tarixlərində məhz Çempionlar Liqasının ilk mərhələsinin oyunları keçiriləcək. Ekrandan çıxıram, ekranı istəsəniz pauza verə bilərsiniz və yaxud skrin edə bilərsiniz, dəyərli dostlar, götürə bilərsiniz. Bu Çempionlar Liqasının növbəti mövsümündəki püşkatma və oyun tarixləridir ki, bunları sizlərə təqdim etmiş oldum. Sabah nə qədər burada irəliləyəcəksə, bu cədvəl, bu oyun tarixləri, bu püşkatma bizim üçün daha çox maraq kəsb edəcək. Dəyərli dostlar, indi gəlin Sabah komandasının birinci təsnifat mərhələsindəki rəqibləri haqqında danışaq. Dəyərli dostlar, ekrana məncə bir qədər bura rəng verək ki, burada aydın görünsün bizim Sabah komandasının rəqibləri. Deməli, artıq 15 komandanın adı bəllidir ki, bu 15 komanda Sabah komandasının potensial rəqibləridir. 15 komanda, digər 14 komanda da bəlli rəsmiləşdikdə sizin nəzərinizə çatdıracaq.
Deməli, US təmsilçisi Nuisendis, Estoniya təmsilçisi Flora Tallinn, Farer Adaları Klaksivik. Bu arada mən sizlərə adları təqdim etdikcə, siz də fikirlərinizi yazın şərhlər bölümündə. Hansı rəqibin məhz sabah üçün asan, hansı rəqib çətindir, bu barədə fikirlərinizi yaza bilərsiniz. 100 dənə də şərh yaza bilərsiniz, problem yoxdur. Yazın siz, mən oxuyacağım, hamısına da cavab verəcəm inşallah. Latviya təmsilçisi Riga, Sloveniya təmsilçisi Çeliya. Bax, bu mənim fikrimdə Çeliya çox çətin rəqiblərdən biridir, dəyərli dostlar. Belarus təmsilçisi Vitebsk, Litva təmsilçisi Zalgiris Kaunas, Qazaxıstan təmsilçisi Kayrat, bu da çətin rəqib ola bilər. İrlandiyanın Shamrock Rovers təmsilçisi məncə asan rəqiblərdən biri ola bilər. San Marino təmsilçisi Trifiori ən asan rəqiblərdən biri. Finlandiyanın Kups komandası təhlükəli ola bilər bir yerə qədər. Cəbəl Tariqin Lincoln Red Imps, hansı ki Qarabağla dəfələrlə qarşılaşıb və böyük hesabla Qarabağın qələbələri qeydə alınıb. Gürcüstan təmsilçisi İberiya 1999, bu təhlükəli klub ola bilər əslində. İslandiyanın Vikingur Reykjavik komandası və Bolqarıstanın Levski Sofia komandası. Bax, bu Levski Sofia çox çətin rəqibdir məncə. Sabah komandasının ən çətin rəqiblərindən biri olur. Bu arada Sabah komandasının şəxsi klub reytingi çox yüksək olmadığına görə çox güman ki daha çətin rəqiblərlə düşəcək. Belə olsa, yəni bir qədər çətinlik yaranacaq, amma mən düşünürəm ki Sabah komandası Çempionlar Liqasında birinci mərhələdən ikinci mərhələyə yüksələcək. İkinci mərhələdə artıq püşkatma nəticəsi çox önəmli olacaq. Ondan sonra artıq belə deyək, Sabah komandasının rəqiblərinin kim olması önəmləşəcək ki, növbəti mərhələyə çıxa biləcək, yoxsa yox. Bu arada birinci mərhələdə məsələn Kosovadan Drita komandası da artıq demək olar ki, çempionluğu təmin edib, çətin rəqib sayıla bilər. Məsələn, Macaristandan ya Eto ya da Ferencvaroş komandası yüksələcək, belə çempion olacaq. Və ikisi də çox təhlükəli rəqiblərdir. Əslində Qarabağ son mövsümdə Ferencvaroşla belə bir şans əsəri əslində növbəti mərhələyə çıxmışdı. Çox çətin rəqibdir. Ona görə Sabah komandasını görək püşkatmada nə gözləyir. Amma mən yenə də düşünürəm ki, birinci mərhələdən ikinci mərhələyə yüksələ biləcək bu möhtəşəm Sabah komandası, dəyərli dostlar. Burada Sabah komandasının bu möhtəşəm loqosunda görək, baxın 3D formatda özüm şəxsən düzəltmişəm bunu. Bütün klublarımızın loqolarını bu şəkildə möhtəşəm düzəltmişəm. Ona görə də videomuzu like eləyin, dəyərli dostlar. Ortada böyük bir zəhmət var və bu zəhməti dəyərləndirmək üçün və Avrokuboklarda bizi, Azərbaycanı təmsil edən klubları dəstəkləmək üçün videonu bəyənin. Fərqi yoxdur, Qarabağ azarkeşi ola bilərsən, Neftçi, Sabah və yaxud digər klublarımızın, amma Avrokuboklarda Azərbaycanın hansı klub təmsil edirsə, ona dəstək olmalıyıq bir yerdə. Ümid edirəm ki, siz də dəstəyinizi əsirgəməyəcəksiniz. Xeyirxah qəlblərə həmişə xeyir versin ilahi. Sizlərlə sağollaşıram. Növbəti videoda görüşmək ümidi ilə hələlik.